Deyir ki, itimə dedim ki, artıq müşafət yeməyi yoxdur. O da yeni etmə kimi qapını çırpıb getdi. Mən demişdim. Bəs mən nə demişdim? Birlikdə xatırlayaq. Baxın, uşaq saxlamaqla ev heyvanı saxlamaq demək olar ki, eynidir. YouTube'da qarşıma sırf vergi verməmək üçün danışmırsınız deyən bir neçə video çıxıb. İstədikləri vaxt bizi başa düşürlər, istəmədikləri vaxt bizi başa düşmürlər. Öz keyflərinə görə. No, you cannot have another treat. You've had too many. Too many. Sorry. Deyir ki, yox, sənə başqa mükafat yeməyi olmaz. Həddindən artıq yemisən. Həddindən artıq. Bağışla. Bilməyənlər üçün deyim, mükafat yeməyi heyvanlara təlimlər zamanı və ya hər hansı bir yaxşı hərəkət edəndə verilir. Bu gözü doymamaq məsələsi heyvanlarda da var deyəsən. O deyir, mədəm doyub, amma yenə də yemək istəyirəm. İnsanlarda bir neçə səbəbdən ola bilər. Psixoloji səbəbdən də ola bilər. Hər hansı bir xəstəliyin əlaməti də ola bilər. Çox yemək, həddindən çox yemək istəmək. Amma heyvanlarda olan səbəbini bilmirəm. Çox da məlumatım yoxdur. Sorry. Yazır ki, yaxşı da ana. Qadın da deyir ki, bağışla məni. Mənim dediyimi təsdiqlədi. Düzdür, burada yeni etmə kimi deyir. Amma indiki uşaqlar böyüklərin də hərəkətlərini eləyirlər. Nənələrimiz, babalarımız deyirdikləri bizim vaxtımızda belə deyildi. Sən hənə cənazə nəsli gör. Özdə əllərində hər bir imkan var. İnternet olsun, başqa proqramlar olsun. Hələ gör onlar nə edəcəklər.